Yaxşı, Mirzə, sənə birinci sual verirəm. Metalların hansı xassələri olur? Ərmə, uzanma və bir də əyilmə. Bax, uzanma deyirsən, o əyilib yaslanıb dönüb. Bunun adı nə idi? Metalların nə xassəsi idi? Fotosintez. Yox, onun adı nə idi? Aynen. Metalların nə xassəsi idi o? Plastikləşmə. Plastiklik, yaxşı. Plastiklik deyəndə, məsələn, bizdən dəmir xətkeş, rezin xətkeş, bir də kömürdən çubuq düşün. Hansı elastik, hansı? Kömürdən çubuq qırılır. Qırılır, yəni kövrəkdir. Dəmir xətkeş əyiləcəklə düzəlmir. Dəmir. Bu indi nə olacaq dəmir xətkeş? Plastik. Aha, bəs rezin xətkeş? Rezin xətkeş də əyilən sonra əvvəlki vəziyyətdən qayıdıb. Bu da elastikdir, hə? Yaxşı, Aygün, istidən genişlənmə. Harada istifadə olur o istidən genişlənmə anlayışı? İstidən genişlənmə anlayışı. Məsələn, termometrlərin içərisində olan civə nə edir ki o? Bizim temperaturumuzda. Mən. Deyil mən. Bəli, necə olur ki, termometrlə bizim istimizə uçur? Civə maya halında olur. Termometrlər içində Yox, siz deməyəsiniz ümumiyyətlə. Ya mesaj edir, ya da sualını götürəcəm. mən civə əridiyini görən temperaturun içində istiyə görə uzanır. Yox, istidən genişlənməyə görə. Bədən istiliyi artdıqca civə də genişlənir. Bəli, bədən istiliyi artdıqca istidən genişlənmə olur. Həm də biz deyirik ki, banka bağlayanda da nə olur aynı? İstidə daha yaxşı bağlanır. Sonra isə soyuqda isə sıxılır. Bəli, açılmağı çətin olur. Bəs yaxşı məişətdə istifadə olunan qazanlar əsasən hansı metallardan hazırlanır? Mis, alüminium. Bəli, mis və alüminium hazırlanır. Elektrik naqiləri əsasən nədən hazırlanır? Mis. Yenə mis və alüminiumdan. Amma ən yaxşı keçirənlər arasında qızıldan gümüş də var, yaxşı. İstiliyi, elektriyi yaxşı keçirənlərdən biri də qızıldan gümüşdür. Bəs yaxşı, metallar adi şəraitdə bərk halda olur, yoxsa qaz maye halda? Bərk halda. Bərk halda. Hansı metal idi maye haldaydı? Civə maye haldaydı. Desin mənə, Mirzə, yer qabığında ən geniş yayılmış element hansı idi? Qızıl. Yox, qızıl geniş şəraitə çəkər yəqin ki. Yer qabığında ən geniş yayılmış element. Mələkə bilirsən? Deyil müəllimə. Denə. Oksigen, karbon qazı, azot. O karbonla azot bədənimizdə çoxlanır. İnsan canlı orqanizmdə çoxlanır. Yer qabığında oksigen, sonra silisium. Çünki yer qabığının içində kum təbəqəsi olduğuna görə uşaqlar. Oksigen və silisium. Bunda oksigen, silisium var artar. Bəs yer qabığında ən geniş yayılmış metal hansıdır alim? Alüminium. Sonra da dəmir gəlir. Yaxşı. Yazalım bizdə oksigen böyükdür. Burada da silmədik. Silməyəcək olur. Bəs oksigen böyükdür silisiumdan. Böyükdür alüminium. O da böyükdür dəmir. Böyükdür dəmir. F. B, E. Bir də nədir? Kalsium. Əsas bunlar. Testdə bu düşür. Yaxşı, kalsium. Ən geniş yayılmış elementlər hansılar oldu aylıq? Oksigen. Bir də silisium. Bax da ora. Silisium, alüminium, dəmir, kalsium. Ən geniş yayılmış birinci element oksigen, ikinci element silisium. Ən geniş yayılmış birinci metal desəm, Alüminium deyirik. Yaxşı. Yer qabığında ən geniş yayılmış ikinci metal Dəmir. Aha. Hidrosferi hansı elementlər təşkil edir aylıq? Hidrosferi. Oxumasa yeter. Yox, mən oxumuşam. Baxımızda. Hidrosfer nədir? Hidros. Su. Suda hansı elementlər olur aylıq? Suda selsiyan. Yox, oksigen. Oksigen və hidrogen olur. Bəs yaxşı, atmosferdə hansı qazlar olur? Karbon qazı, oksigen qazı, azot qazı. Azot qazı Mirzə neçə faizdir? Azot qazı 2. Yox, 4. 78 faiz. Oksigen qazı 21 faizdir. Buralara gitmək lazımdır, yaxşı deyil. Orta. Bizə niyə?
Bayaq elə bilirdim yaxşıya gəlmişsən. Yoxsa lövhəyə çıxdın, kameramı gördü, səyqalandın.